1944-cü ilin əvvəlində Türkiyə kəşfiyyatı çeçenlərin və inquşların öz doğma torpaqlarından qovulacaqları barədə gizli məlumat alır. Məlumata görə, çeçenlər və inquşların yük vaqonlarında Bakıya aparılması, daha sonra Xəzər dənizi vasitəsilə Krasnovodska daşınmaq üçün köhnə barjalara və bərələrə yüklənməsi planlaşdırılırdı. Daşınma zamanı qeydiyyatçı Sovet təyyarələri mühacirlərin əksəriyyətini bombalayıb batırmalı, Kreml isə bu hərəkətə görə Almaniya aviasiyasını günahlandırmalı idi. Bombalanmadan sağ çıxan barjalar çətin iqlim, epidemiya, acılığın bütün çeçenləri və inquşları bitirməli olduğu Krasnovodskda dayanmalı idi. Türkiyə bu xəbəri alandan sonra müsəlman dövlətlərin bəzilərinin başçılarına diplomatik yolla xəbər göndərir. Alman kəşfiyyatına da məlumat verilir. Bu məxfi məlumatı aldıqdan sonra Stalinin hazırladığı plan haqqında çeçen və inquşları məlumatlandırmaq qərarı verilir.